Bugün oxuyacağımız hədisi Əbu Zər radiyallahu anhu rəvayət edir. Deyir ki, bir qrup insan Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və ona deyirlər ki, sallallahu aleyhi və səlləmə, ya Rasulallah, zəhəbə əhlud dusuri bil ucur. Ey Allahın Rasulü, imkanlı insanlar, zəngin insanlar bütün əcirləri apardılar. Yusalluna kəmə nusalli. Bizim namaz qıldığımız kimi onlar da namaz qılır. Və yasumuna kəmə nasum. Bizim oruç tuttuğumuz kimi onlar da oruç tutur. Və yatasaddaquna bifuduli əmvalihim. Və mallarından artıq qalanı, əlavəsini isə sədəqə verirlər. Qal, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əvəleysə qad cəalallahu ləkum mə təsaddaqun. Məgər Allah sizə sədəqə verəcəyiniz bir şeylər verməyibmi? Sizin üçün sədəqə verəcəyiniz bir işlər etməyibmi? İnnə bi kulli təsbihətin sadaqa. Həqiqətən hər bir təsbih, yəni subhanallah demək, sədəqədir. Və kulli təkbiratin sadaqa. Və hər bir təkbir, yəni Allah Akbar demək, sədəqədir. Və kulli təhmidətin sadaqa. Və hər bir təhmid, yəni əlhamdülillah demək, sədəqədir. Və kulli təhlilətin sadaqa. Və həmçinin hər bir təhlil, yəni la ilahə illallah demək, sədəqədir. Və əmrun bil ma'rufi sadaqa. Yaxşılığa əmr etmək sədəqədir. Və nəhyun anil munkar sadaqa. Pisliklərdən çəkindirmək sədəqədir. Və fi bud'i əhədikum sadaqa. Hətta sizlərdən birinin öz həyat yoldaşı ilə əlaqə qurması belə sədəqədir. Qalu ya Rasulallah. Dedilər ki, ey Allahın elçisi, əyəti əhəduna şəhvətəhu və yəkunu ləhu fiyhə əcir. Ey Allahın elçisi, bizlərdən biri öz şəhvətini aradan qaldıracaq və bununla da ona həm də əcr də olacaq. Yəni bizlərdən biri öz şəhvəti üçün bir iş görəcək, hətta buna görə ona əcr də var. Qal, Peyğəmbər sallallahu aleyhi ve sellem isə belə deyir. Əraitum ləv vəda'əhə fi haram, əkənə aleyhi fiyhə vizr. Mənə deyin görüm, əgər o işi haram olan bir şey üzərində etsəydi, ona günah olardı mı? Yəni zina etsəydi, ona bu işdə günah var idi mi? Fəkədəlikə izə vəda'əhə fil halal kənə ləhu əcr. Bax, eləcə də onu halal işə istifadə eləyəndə onun üçün əcr olur. Bu hədisi İmam Müslim rahimehullah rəvayət edib.